yumurtalarımı falan hamısını yığmışam. İstədim bugün sizin üçün geçen maraqlı bir vlog çekin. İzləmədə qalın. Böyle yeməklər var. Ha, tamam. Kazan katleti var. Mesela çulları göstermek istedim size. Of. Hamısı bizdə milli mətbəxlərdir. Çok qəşəng. Şirniyyatlarımız da burada mövcuddur. Burada xaricilərdir. Baybat müştərisi var, amma sizə deyim ki, bu da mən. Bu salatlar cürbəcür belə ləzzətli salatlar. İçində şorbalar mövcuddur. Bunları da sizə göstərim. Brokoli şorbası bu arada ilk dəfə görürəm mən. Deməli, otağımıza yerləşdik. Bu mənim otağımdır. Yəni, bu tək mənim otağımdır. Bu iki yataq da mənim yatağımdır. Burada belə oturmağa yer var. Kondisioner yanır. Nə gözəl mənzərəmiz. Mənzərəmiz var. Şkaflar falan. Sağ olsunlar. Sular falan mövcuddur. Şeker. Şkafdır. Onlar hazırdır. Əşyaları yerləşdiriblər. Seyf var. Xalatlar mövcuddur. Bu visidir. Hər şey var. Bu da məşhur Naftalanın dəsmalları. Belə dostlar. Necə bəyəndiniz? Yəni mənə görə çox qəşəngdir. Çox qəşəngdir. Çox xoşuma gəldi həqiqətən. Hə, bir də belə bir televizorum da var. Çəkilişdəyik. Bura bizim otaqlarımızdır. İkinci atelimizə burada çəkiliş edəcək. Bu arada bu bizim transferimizdir. Bizi gəzdirir burada. Maraqlı. Bu bizim videografdır. Çox maraqlı. Naftalan Center. Bütün komanda şəkli ilə gəzib çəkilişlər edirik. Bu arada bu mənim beyçiqimdir. Görürsünüz. Baxın, belə məhsullar var. Kurkuma mıyla, sarı kök sabunu, nar sabunu. Bunlar nədir? Qatransız naftalan yağı. Belə bir məhsullar. Naftalan tərkibləri, kesici krem. Naftalan şampunu. Buna baxın, gözəl. Часто не надо удачного самбара, а нужно видно и не надо, звучит от сердца моего. Часто не надо, покажи мне твоего, что надо. Сегодня я нахожусь в медицинском центре санатория «Нафта». И рядом со мной сейчас находится доктор Айшан Ханым. И сегодня она расскажет нам про пользу нафталанского лечения. Сегодня я нахожусь в кабинете терапевта Кемалета Шахмурадова. И сегодня я ему задам 3 самых главных вопроса. Первый вопрос. Доктор, при каких заболеваниях вы рекомендуете лечение нафталанием?
Sabahınız xeyir dostlar. Ben oyandım indi. Bu dəqiqə durmuşam. Saat 8'e qalır. Yəni mənim bu vaxt oyanmağım nə bilim möcüzədir. Möcüzə. Gözlərim elə də açılmır. Neyse de hazırlaşım. Zavtrak gideceğim. Dünən çox kadrlar çəkə bilmədim sizə çünki telefonum sönmüşdü. Bugün çalışacağım daha artıq bir şeyler çəkim. Hazırlaşdım. Bu arada bu dodaq kombosu çox xoşuma gəlir mənim. Golden Rose'un 06 nömrəsidir. Çox bəyənirəm. İndi gedirəm səhər yeməyinə. Bu bizim səhər yeməyimizdir. Soyutma yumurta. Soslar. Çok güzel. Qazok. Pomidor yumurta. Bayılıram. Yumurtalı çörək. Renklər də var. Balqabaq buxarda. Burada da simit falan böyle şeyler, kekler falan var. Çok iyi. Yemeğimi yedim. Hazırlaştım. Gidirəm lobiyə. Bugün sonuncu çəkiliş günümüzdür. Belə. O kadar saf göstərirəm ki, bayıldım. Çekişmeyiz sistemalar tabii ki meşhur. Tüm komanda buradayız. Neyse artık çəkilişimiz bitdi. Artıq qaydırıq. Görünüşündən də görürsünüz. Necə yorulduğumu, amma yaxşı yorğunluqdur. Çox yaxşı vaxt keçirdik. Gəlmişik restorana. Sonuncu yeməyimizi yeyib inşallah Bakıya qaydırıq. Çok. Ayda necə istedi? Довольно-таки комфортно. Все очень удобно номера, не надо никуда бегать. Ты спустился на лифте, даже пешочком раз, все здесь в одном месте. Проходишь все процедуры, очень внимательно на ресепшене люди относятся. Даже куда-то выехать, обратились, в город выехать, быстро организовали, съездили, приехали. Вот. То есть все прекрасно. Супер, отлично, хорошо. Да, спасибо. Продвигайте. Вот я бы посоветовал больше продвигать. Axşamınız xeyir dostlar. Bugünkü günümü çox möhtəşəm yekunlaşdırdım. Bildiyiniz 1 qram belə yorğunluq yoxdur, amma buna baxmayaraq bugün çox işlər gördük, fərqli yerlərə getdik. Bu arada mən heç təsəvvür etməzdim. Mənim Naftalına ilk gəlişim idi, plus sanatoriya. Tamam başqa bir şey təsəvvür edirdim, tamam başqa bir şey çıxdı. Çox lüks, üstün bir səviyyədə. Qiymətləri də olduqca münasib, mətbəxlərində isə söz ola bilməz. Kontingent вообще idealni. Yəni o qədər xaricilər var idi, əsasda Qazaxstanlılar. Belə, buradan da komandama təşəkkür edirəm. Belə bir proyekt üçün, belə bir işbirliyi üçün. İlk işbirliyimiz idi. İnşallah ki davamlı olar. Yəni çox rahat keçdi. Hələ də inanırsınız, enerjim tükənməyib. Uyumadım. İşə görə gəlsəm də dincəldim. Həqiqətən dincəldim. Ehtiyacım var imiş. Biraz şəhərdən, o səs-küydən uzaqlaşmağa çox ehtiyacım var imiş. Bir daha komandama da minnətdarlığımı bildirirəm. Hazırda da sağ olsunlar ayrıca bir otaqda tutublar mənə. Sırf mənim rahatlığım, komfortum üçün. Yəni başım dinç, sakit. Buradan sizə çox öpücüklər. Gecəniz xeyrə. İnşallah sabah görüşərik. Bu arada bu çəkilişimiz sırf qlobal bir çəkilişdir və təqdimatları xüsusilə rus dilində etmişəm. Yəni çox sevinirəm ki, levellərimi get-gedə atlatıram.